Şuşa şəhərində Şuşa İslam Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtı 2026 tədbirinin açılış mərasimi baş tutub. Tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətləri iştirak edirlər. Növbəti günlərdə İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclası Gastronomiya günü, eləcə də İslam Əməkdaşlıq Təşkilatının Turizm nazirlərinin 7-ci görüşünün keçirilməsi nəzərdə tutulur. Bu təşkilat çərçivəsində ilk dəfə Azərbaycanın təşəbbüsü olaraq turizm operatorlarının görüşü keçirilmişdir. İndi ənənəvi olaraq digər ölkələrdə artıq keçirilir. İlk dəfə turizm təhsili şəbəkəsi yaradılmışdır ki, bütün üzv ölkələr bundan yararlanır bugün. Son olaraq, nəticə olaraq demək istəyirəm ki, Şuşa şəhəri, Qarabağımız dünya turizm xəritəsinə yeni bir destinasiya olaraq qapılarını açır. Bizim isə səyahətçilərə, turistlərə tövsiyə etdiyimiz, mesaj etdiyimiz fikir odur ki, Şuşanı yalnız eşitmək, görmək kifayət deyil, Şuşanı yaşamaq lazımdır.